şeyə hədiyyəyə qoyub, onun üçün pul yığıb, Aha. o maşını və ya da hər hansı bir əşyanı hədiyyə kimi qalib gələnə vermək cinayətdir, cinayət deyil. Yox, cinayət deyil. Maşın Sənə verirsiz, verirəm cinayət deyil. sualı. Yəni gözləyəcəm. Azərbaycanda loteriya keçirmək istəyirəmsə, heç yerdən icazə almadan bir şeyə hədiyyəyə qoyub, onun pulunu yığıramsa, Azər loteriyadan başqa kənarda özüm üçün loteriya keçir. Maşın verilmirsə bəli. Verilirsə xeyr. Hədərəcəm, Ağzəbədi qoyunu deyən də. Ha, mən bax, eşitirsən mən Ağzəbədə heç nə qədər Ağzəbədə yaxşı olmaz. Bir başa sən üzdə tutursan, mən niyə yox? Sən Lənkəran üz qarasın, belə deyək onda. Ağzəbədi qoyunu sən deyən. Lənkəran qoyunu. Hə, çıxart bunu, oradan bir zəhmət olmasın. Ben o şeyi de dəqiqləşdireyim. Azərbaycanda bir şeyi hədiyyəyə qoyaraq, qanunsuz icazə almadan, həmin şeyi hədiyyə olaraq qoyuramsa və hər insandan pul yığıramsa, bildiyin loteriya kimi keçirdirəmsə və uduşdan sonra mən hədiyyəni versəm belə, mənim etdiyim əməl Azərbaycan konstitusiyasına görə cinayət məsuliyyəti daşıyıram ya daşımıram. Verilirsə yox. Azərbaycanda qanunsuz loteriya təşkil etmək cinayət məsuliyyəti doğurur. Yəni hədiyyə kimi bir şey qoyub Bu nə? Mən də elə bilirəm sən kiməsə zəng eləyir. Allahım. Ya peysər adam deyərəm, sənin arvad. Sən qoymuyor sən ya. Allahım. Sən qeyrətsizsən bala. Səndən bala, sən ancaq söyləşən. Gördün cinayət məsuliyyəti daşıyırsan, danışırsan. Gördün ki cinayət məsuliyyəti daşıyırsan, başladın danışmağa. Mənim günü bugün Amerikada yaşayaraq, burada zaman ayırmağım, millətimin yaxşı yaşamağı, firavan yaşamağı, xoş üz görməyi, mənim sürdüyüm maşından sürmək istəməkləridir. Bu günləri Cesi istəmirsən maşın sürəsən. Cesi istir özü sürsün. Mən ama bu maşını alanda, deyirəm sən də ala bilərsən bunu. Kaş sən də alardın, kaş sənin övladın da alardın. Başa düşdün? Mən bu günlər burada gedib 150 dolar, 300 dolar Nike ilə də, deyirəm kaş sən də geyinərdin. Amma olsa deyil, mənə hədiyyət mənim arvadım qəşəng qırmızı geyinəcək. Mən ayıldırmaq istəyirəm sizi, qeyrətiniz olsun. Bizim Azərbaycan xalqı qeyrətlidir. Günü bugün qeyrətsizlər üzdədir. Gəlin, tapdalayaq bunları. İkisində gördünüz? Kardeş, tüpür üzünə. Qıraqdan keç üzüqü çövür o yana. Dilən arvadın belə-belə. Görməsin səni. Gecə gördük, şikayət elə bilməyəcək. Çünki niyə şikayət elə bilməyəcək? Varabuskoy yaşayır. Adam Varabuskoy mahnılar qoyub, Varabuskoy təbliğ edir. Sən də sizdən gələcək oğrula, qanunun sən gələcək, Sumqayıtlı filan. Bu adamla gələcəkdə doğulmuş indiki körpələrə nə xeyir gələcək? Onun övladı kimi biz böyüyəcək. Ağzəbədidə mən 2 dənə uşaq tanıyıram. Biri adam bici, biri Cesin bici. Kardeş, bir dənə orada 6 dənə dil bilən uşaq çıxmadı. Bir dənə bizim gözəl şehirlərimizdən, Babəkdən, Xürrəmdən şehir bilən adam çıxmadı. 2 dənə adam çıxdı, işte söyüşlə tanınır. Bu günləri adam ən çox söyüşləyən Ağdağadıda restoranzada işlədir bir dənə qalsın. Ha, söyüş. Alnından öpürlər. Şeylə daşınır. Ha, söyüşlə məşğul olmadı. Hansı gününüzə sevinirsiniz? Ağlamalı gününüzə gülürsünüz. Sənin evində də övlad böyüyəcək. Eyni o bidək kim olacaq? Cesin evindəki. Video çəkir uşağı barmaq göstərir. Hansı millətə barmaq göstərdirirsən? Hansı millətə barmaq göstərdirirsən? Bir uşaq əgər barmaq göstərmək bilirsə, o uşaq sayılmır. O uşaq söyülməlidir. İstəyir 1 yaş olsun. Əgər dərk eləyirsə, söyüş barmaq göstərirsə, o uşağın birinci növbədə anası, ikinci növbədə onun uşaqlığı söyülməlidir. Atalarımızdan çox şükür olsun, gözəl bir məsəl var. Uşağı 5-də nanay nanay nay nanay. Uşağı bələydə. Çünki bələydə eləməsən, sabahları belə övlad olacaq. Biz o vaxtı döyüblər, tənbih eliblər. Mənim yadıma gəlir, poçtalyonla zarafat elədiyimə görə uşaq idi. Onunla pis zarafat edirdi, qışqırırdı, onun nənəsinin adını çağırırdı, qaçıb gizlanırdı. Dədəm məni it balası kimi döymüşdü. Mən ondan sonra dərk elədim ki, birinin valideyninə zarafat eləmək olmaz, adını çəkib qışqırmaq olmaz. Başa düşdün? Amma bu isə deyil ki, oğlum, ay qonşudan əmələ gələn, arvadı 1 ildir yox idi, 3 gün gəlib. Arvadı gördü, TikTok'dan pul gəlib, təzdən qayıtdı evə, getmişdi. Ay mənim oğlum, gəl millətimə barmaq göstər. Millət də deyir, 11 yaşlı uşaqlar da deyir, Cesi əmi mənim görünmə like qoyar. Qardaşlar, qarşısını alın, mən utanıram, vallahi utanıram. Billah utanıram. Nədən utanıram? Övladlarımızın bu vəziyyətdə yaşadığını utanıram. Mənim bayaqlar qabağıma video çıxıb ağlamışam. Amma sizin qeyrətiniz yoxdur. Vallahi yoxdur. Gülənlər qeyrətiniz yoxdur. İnanın yoxdur. Çox güləcəksiniz. Göstərmək istəmirəm. Gələ göstərin. Heç bunu görəndə qeyrətiniz sızlamadı. Ha? Heç bunu görəndə namusunuz sızlamadı. Hala. Hani sizin qeyrətiniz? Cesinin övladı daha yaxşıdır. Cesinin övladını küçədə tutub zorlamaq lazımdır. Başa düşdünüz nə deyirəm mən sizə? Uşaq bunlar da ki, mən bunları görüb ağlayıram. Kaç dənə imkanım olardı, hamısını mən saxlayardım. Nə qeyrətsizsiniz hala. Nə üzdən iraqlarsınız hala. Eyni qarı daşıdığıma peşmanam. Eyni bayrağın altında yaşadığıma peşman olmuşam. Eyni pasportu daşımayam. Peşmanam. Babaşın evini remont eləmişsiniz, bizim qardaşlarımızın evləri sökü-söküydü. Qazimiz var, anasının evində qaz yoxdur. Şahidimiz var, bacısı acından ölür. Nə qeyrətsiz peysərsiniz hala siz. Mən istəyirəm ki, mənim ürəyim partladı burada. Mən millətimiz, mən istəyirəm Orxanın övladı yaşasın. Mən istəyirəm yaxşı adamların övladı yaşasın. Heç biri məndən üzbəz gələ bilməyəcək adamlar deyil. İndiyə qədər bir nəfər bir tap yatmayıblar. Hamı da deyil. Burada olsaydı belə danışa bilməzdi. Nə edəcəkdin? Sadat Pekarsan, yoxsa Caniyev Rövşənsən? Qulusan, kimsən? Hələ arvadını başqasının puluyla yaşadırsan, yerə kişilikdən danışsan. Adamın ürəyi ağrıyır. %90'ı da qara pul yiyir. Biz deyirik Amerika pozğunxanadır. Sən Amerikaya pozğunxanaya qız tapa bilməzsən görüşəsən, kişi. Ərəblərə görə məni söyən millətin. Ərəblər səni şahidlərim üstə konsert verirdi. Mənim ərəblə mıt vurmağımı bir dənə şey keçirdim. Qardaş, məni bir sən indi daşqalaq elədi mənim millətim ki, sən o hicablı qadınla niyə belə danışdın? Sən onunla niyə məzələnirsən? Sən onunla niyə oyun oynamadın? Daşa tutdular məni. Həmin o daşa tutduğun ərəb, sən öz şahidimə 3 gün yas saxlaya bilmirsən. Ərəbin şahidinə 1400 ildə ağlayırsan, öz şahidimin plakatını sökürsən.
Nə gəlib mənə qeyrətdən danışsan? Dini müdafiə edirsən, kəlmə-i şəhadəti bilmirsən. Akşam içirsən, səhər takmil durursan, gəlib mən üçün Allahdan danışsan. Sənin ən savadlı din xadimin gəlib mənlə dindən danışa bilməz. Heç bir şeydə 0,5 gram savadınız yoxdur. Hər mövzuda varsınız. Heç mi utanmırsınız, heç mi abur eləmişsiniz? Qardaş biz də insanıq da. Mən bura çıxıb nə edirəm? Deyirəm ey Azərbaycan milləti belə olasınız deyirəm. Yoxsa video çəkirəm, deyirəm bura bax. Onu biraz fərqli formada çəkirəm ki, insanlar izləsin. Deyirəm bura bax. Veteranlar üçün parking yeri var. Bizdə 80 manat verir, pis eləyirəm. Deyirəm ala 300 alsınlar da. Deyirəm 500 ala, LGBT üzvü Azərbaycanda 300-500 alır. Get bu günləri sən asaq xidmətdə qeydiyyata dur. İşləmədən sənə 400 manat pul verəcəklər. Sənin gözü yumulu gedib öləcəyin bildiyi halda gedən adam 80 manat alır. Mən onun üçün danışıram. Pis eləyirəm. Burada nə təhqir var, nə bir şey var. Amerikada, qardaş, bax həmişə demişəm yayınlarda. Lazımsız bir adam, cinsi azlıq olan adam. Ofisant işləyir. Dünən skrin eləmişəm. Gəl göstərim sənə. Gəl göstərim sənə. Çox gözəl gəlmişəm. Bu kimdir arkadakı? Tanıyorsunuz? Mən də tanımıram. Babaşa xidmət eləyir. O oradan xidməti ilə aparıb övlad böyüdüb Azərbaycana qəhrəman yetişdirəcəksə istəmirəm. 5000 adam baxırdı yayına, 5000. Ət yeməyinə baxırdı. Arkada da oğlan gəlib deyirdi, müəllim nə qulluq eləyirsən? Müəllim deyir ha kişi. Sənin qazivi qapıdan qovurlar. Sənin babaşıva müəllim deyirlər. Hə? Nədən gəlib danışırsınız mənə burada? Nədən danışırsınuz? 5000 adam bunun ət yeməyinə baxırdı. Arkada da sırtdan kimi qaçıb ona. Ata da bir oğlu böyüdmüşəm, babaşa xidmət eləyir. Mən çıxardım o işdən. Bilsəydim ki ac qalacağım, o padlusu atardım yerə. Afisantı qayıb deyil. O padlusu atardım yerə. Müdürümə deyərdim ki, sənin qeyrətin belə olsun. Buraxmayın banketlərə. Keçən dəfə görürəm ət restoran yeri. Babaşı çağırıb yanıma. Deyir babaş deyir ki, bizim restorana, bu restorana gələnlər orada reklam deyirlər, reklam yazır. Həmin orada pin eləyirlər bunun sayfasında. Restoran. Babaşın adından bura gələnlərə indirim. Babaşın adından oraya gələnlərə indirim. Nə gözəl. Ha? Adam üstünə yığır. Eşidirəm. Əleyhissalam. Aleyküm salam. Əli niyə silmirsən hər videonu? Niyə söyüş yazmışdın? Söyüş yazmışdım, mən sənə üzr istədim. Dedim ki, problem yoxdur, silərəm. Mən silərəm sözünü deməmişəm. Yox, mən demişəm. Mən dedim ki, sənə ki, silərəm, problemi yoxdur. Söyüş yazıb siləndən sonra, yəni keçərli deyil, günah bağışlanır da belə çıxır, hə? Üzr istəyirsənsə günah bağışlanmalı. Yo, mən Allah deyiləm axı, günah bağışlamıram mən. Allah deyirsən dedin, insansan da. Yo, mən bağışlamıram da, mən insaniyyətdən çıxmışam artıq. 3 ay əvvələ qədər mən üzrləri bağışlayırdım, daha bağışlamıram. Yazmışam, sənsin ki, başa düşmüşəm, sən zəngin. Mən sənin səhvini başa düşmürəm amma. Sən də söyürsən orada ağzına gələn danışırsan. Ağzıma elə danışıram, ağzıma elə danışıram. Söyürsən orada. Yo, ağzıma elə danışıram. Yox, mən sənə normal danışmaq dedim. Normal danışıram, ağzıma elə danışıram. İndi yəni mən söylədiyimə görə onlara ağzıma elə danışıram, amma sən birinci söyüş yazdığına resin olursan. Mən səndən o yazdığına görə üzr istəyirəm. Keçərlikdə üzür. Onda bir dənə küçədə bir adam sənin anavı, lobuna birbaşa söysə. Bax. Çox yaxşı oğlan. Ayşə, mən də sən var yoxu belə eləyim. Bir dənə video çəkəcəm sənsin. Peysə, sabır ol. Gördünüz? Deyir mən belə eləyərəm. Eynisini mən eləyəm. Bax, güləşçi var idi. Odur. Bax, yığır mən. Deyir ki, mənə biri belə söysəm, mən onu belə eləyərəm. Eyni şey eləmişəm, acığını alır. Eyni şey eləmişəm, da lan. Sənin küçədə biri səni söysə, eləyəcəm eyni şey eləmişəm. Amma mən sənin üzvə deyirdim, cavab vermirdim. Bax, görsən necə xətrinə dəyir. Orxan müəllim, bugün Xəzər rayon polis idarəsinin əməkdaşları Cəsəd Davudovla bağlı məsələ ilə bağlı tədbir görəcəyinə əlaqə saxlayıb bildirdilər və Cəsəd Davudov ərazi üzrə polis bölməsinə dəvət olunacaq. And olsun Allaha, biz yaradanam. Mən heç vaxt durduq yerə edirəm kimisə söyləyirəm. Mən araşdıracağam, onu hansı tutub, hansı hakim ona iş kəsib, inzibatı verib ona. Nə edibsə, əlimdən gələn eləyəcəm, adamı tutturacağam. Bu su qalan ha. O, Varabusku həyatı, sənin yerin dəmir barmaqlardır. Sən çöl üçün yaşamama. Sən içəri üçün doğulmusan, Cesi. İçəridə bir dənə gedib belə eləyəcəksən ha. Onsuz da arvadın bir ildir başqa yerdədir. Sənin nə vəzifə? İçəridə get yenə başqa yerlərdə olacaq. Video çəkirlər belə ha. İndi az yaşlılar var da, çoxu da az yaşlı izləyir. Belə salam mənim qardaşlarım, yaxşılara da sözüm. Bax, birinci sözü budur, yaxşılara da sözüm. Mən axşam yayında olacağam. Yaxşı qardaşlar gəlib mənə hədiyyə atsın. Yaxşı qardaşlar mənə komment yazın, videom kəşfətə düşsün. Bu cahil cühədalar girib buna hədiyyə atanda o sözü beynində saxlayıb. Deyir ki, bu vurğuluyub, yaxşılar. Deməli mən buna hədiyyə atsam, avtomatik yaxşı versiyası olacaq. Yaxşı seriyasına düşəcəm. Mən bunu kommentinə ürək atsam, avtomatik, məsələn bir dənə bir şeydir ki, yaxşılar ürək atsın. Avtomatik hamı ürək atmağa çalışacaq. Bu bizə necə bir şeydir? Bir ostura, ya ki kim elədi? Hamı birinci belə, mən eləmədim ki, heç kəs bundan şübhələnməsin. Orada da üzdən İraq olmayan, Batısı gəzən, Batısı klubda işləyən fərq eləmir. Hamı ürək atır ki, birdən mənə görərlər canlıda, mən atmamışam. Gəzək o belə, bu yaxşı gör, yəqin atmayıb. Adam otur belə, çaqa evdən ya dayıbsa, videosunu göstər. Hansı oğlan oğlanın sevişməsinə baxmağa belə maraq göstərir? Adama sual verirəm də. Mənim əqli qüsurum var. Və yaxud da belə bir şey var. Nə eləyəcəksən? Ana, tapdın videonu, gəl baxaq deyəcəksən. Və ya, baxdın, əl verə keçəcəksən. Mənim qohumlarımın zibil qədər pulu var, yaxına durmayıblar heç. Ancaq seviblər, təbrik ediblər bir şeydə ki, Qurban Bayramı mübarək. Mənim də həmin qohumlarımdan lüks yaşayıram. Həmin qohumum indi benzin üçün yarı benzin bak vuranda mən 1500-2000 dollara benzin vururam. Nə deməkdir? Bəzən əziyyətli həyat səni daha böyük zirvələrə gətirib çıxardır. Amma əziyyətli həyat səni asan həyata çıxardıb TikTokda oturmaqla deyil. Çünki TikTok bugün var, sabah yoxdur. Buradan pul qazanıb ailə dolandıran adamlar. Sabahlar boylandan sonra, bura bitəndən sonra arvadları yedizdirə bilməzlər qardaş. Satışa çıxarda bilərlər hətta. Çox qorxulu vəziyyətə gəlib çıxır. Arvad oturub rahat yeməyə, kişi də oturub rahat yedizdirməyə. Sabah bir dəfəlik bağlanar. Bağlan dəyər bir-birinə qardaş.